Qonağımızla birlikdə bugün kommunal məsələlərdə sabit tarif məsələsini müzakirə edəcəyik. Bu məsələ barəsində internetdə məlumatlar yayılır. Azəriqaz, Azərişıq hər biri açıqlama verir. Amma heç bir şey başa düşmək olmur. O qədər qarışıq dildən istifadə edilir ki, nə isə anlamaqda insan əziyyət çəkir. Bu məsələ nədir və vətəndaş burada nə əldə edir? Şəbəkəyə qoşulmusansa, o sabit tarifi ödəməlisən. Sabit tarif nədir? Sabit tarif istehlakçının kateqoriyasından asılı olmayaraq və istehlak həzmlərindən, səviyyəsindən asılı olmayaraq müvafiq icra orqanının təyin etdiyi qurum və yaxud şirkət tərəfindən təyin olunmuş sabit qiymət. Xahiş edirəm, bunun elmi açıqlaması. Siz də həmin qurumun şəxsləri kimi danışırsınız. Loru dildə bizə izah edin. Sabit tarif nədir? Sabit tarif vətəndaşın sistemə qoşulmasından, qaz paylayıcı sistemə qoşulmasından istifadə haqqını ödənilməsi deməkdir. Sistemə qoşulmusansa, tutaq ki, sizin 5 mərtəbəli mənzildə bir binada 3 otaqlı mənziliniz var. Başqa bir yerdə də deyək ki, fərdi yaşayış eviniz var. Fərdi yaşayış evində yaşamağa üstünlük verirsiniz, bina evində yaşamağa üstünlük vermirsiniz. Bu halda siz tənzimləyici tariflərdən azadsınız, amma sabit tarifi aylıq ödəməlisiniz. Bu da abunəlik yaradır. Əlbəttə, sən abonentsən də. İndi bu abonentliyə görə ödənilən ödənişlər nəyə əsasən müəyyənləşir? Bu rəqəm nəyə əsasən müəyyənləşdiriləcək ki, misal deyil, 1 manatdır, 5 manatdır. Onun deməli qanun layihəsini gərək geniş bir ictimai müzakirəyə verirlər. Biz də o qanun layihəsinin bütün o təfərrüatları ilə tanışırıq. Mənim deyək ki, tanış olduğum o müddəalardan belə çıxır ki, tariflərin müəyyən edilməsində tənzimləyici qurum, yerli icra hakimiyyətinin müəyyən etdiyi tənzimləyici qurumun təklifləri nəzərə götürüləcək. Bu, kifayət qədər maliyyə vəsaiti tələb edən deyək ki, layihələrdir. İkinci bir tərəfdən, mən bayaqları qeyd etdim. Hər il, əgər biz SOCAR-ın hesabatlarına nəzər yetirsək, neft və qazın maya dəyərində hər il 12% artım baş verir. Və eyni zamanda emal sektorunda da artımlar baş verir. Bu baxımdan qiymətlərin uzun müddət sabit saxlanması faktiki mümkün deyil. Faktiki mümkün deyil. Mən də istəyərəm ki, məsələn, qiymətlər vətəndaşların əl çatanlığına uyğun təyin edilsin. Amma bugünkü bazar şərtləri onu deməyə əsas verir ki, uzun müddət enerji daşıyıcılarının qiymətini sabit saxlamaq mümkün deyil. Əgər biz istəyiriksə ki, Azərbaycan Dövlət Neft Şirkəti və yaxud yəni SOCAR, onun aktivində olan emal gücləri mənfəətlə işləsin, onda qiymətlər ilbəil artmalıdır. Çünki bazar şərtləri onu deməyə əsas verir ki, uzun müddət enerji daşıyıcılarının qiymətini sabit saxlamaq mümkün deyil. Əgər biz istəyiriksə ki, Azərbaycan Dövlət Neft Şirkəti və yaxud yəni SOCAR, onun aktivində olan emal gücləri mənfəətlə işləsin, onda qiymətlər ilbəil artmalıdır. Məsələn, mən bir misal çəkmək istəyirəm. 2023-cü ilin SOCAR hesabatına biz əgər diqqət etsək, 1 ton neftin maya dəyəri 130 manatdır. 2022-ci illə müqayisədə artım 12% olub. Hasilat maya dəyəri. Təbii qazın 1000 kubometrinin hasilat maya dəyəri 67 manat 54 qəpik olubdur. 2022-ci illə müqayisədə təxminən 10% artım olub. Belə olan təqdirdə uzun müddət təbii qazın topdan və pərakəndə satış qiymətini necə sabit saxlamaq olar? Bu mümkün deyil. Bəli, əhaliyə satılan qazın molekul tərkibi kifayət qədər keyfiyyətli olmalıdır. Yeni qaz emalı zavodu tikilməlidir. İndiki qaz emalı zavodunun emal gücü illik 3,5 milyard kubmetrdir. Ölkənin illik qaza tələbatı artıq 13 milyard kubmetri keçibdir. Belə olan təqdirdə həm emal güclərimiz yeni qaydalar, deyək ki, müasir olmalıdır, ekoloji standartlara cavab verməlidir. Həm nəql sistemimiz, həm paylayıcı sistemi. Amma qiymətlər məsələsinə gəldikdə, yenə deyirəm, qiymətləri uzun müddət sabit saxlamaq mümkün olmayacaq. Mənim qanun layihəsini, mən bir sözlə deyim, tutarıram. Mən qanun layihəsinə diqqətlə baxmışam.
bu qanun layihəsindən mən belə başa düşdüm ki, qiymətlərdə dəyişiklik olacaq.